Salam dəyərli tələbələrim, bu günlər sizə mənə verdiyiniz sualları cavablandıraraq artıq 5000 abunə olduq. Yavaş-yavaş 6000-ə də yaxınlaşırıq. Dəstəyinizə görə çox sağ olun. Və bunun kimi videoların gəlməni istəyirsinizsə 6000, 7000, 8000 yavaş-yavaş arta-arta hər dəfə gələcək bu seri. Həmçində maraqlı suallar da həqiqətən, onlara indi bir-bir baxaq. Birinci sualımız nədir? Neçə yaşınız var? Mənim 23 yaşım var. Deyir, əgər yaşınız bəlli etmək istəmirsinizsə deməyə bilərsiniz. Mən əslində yaş kompleksi yaradan bir insan deyiləm. Yaşım 40 da olsa deyərəm ki 40 yaşım var, 50 yaşım varsa deyəcəm 50 yaş var. O yaş məsələsinə görə depressiyaya düşən insanlar, yəni sadəcə həyatın bir qanunudur da bu yaşlanmaq, yaş almaq. Yaşın əslində bir önəmi yoxdur. Əlbəttə ki, yaşın bir önəmi yoxdur demək də özü bir gülməlidir. Nəyə görə deyirəm? Çünki İnsan nə qədər yaşlandığını fikirləşə bu həyatı yaşaya bilmir. Hədəflərini etməyə qorxur. Hə də ölüb gedəcəm də nəyə lazımdır deyir. Amma hər kəsin bu həyatda bir hədəfi var və hədəf üçün də çox çalışmaq lazımdır. Deməsən ki, hə filan yaşım var, ayda mənim yaşımı bilməsinlər, vay mənə nənə deyirlər, xala deyirlər. İstəyirsiniz mənə dayı deyin də, yəni o qədər də maraqlı deyil. İndi isə ikinci sualımız, ən çox bəyəndiyiniz rəsm hansıdır? Mənim ən çox bəyəndiyim rəsm olmur elə. Nəyə görə deyirəm? Çünki hər bir rəssam istədiyi digər işi, yeni bir işə əsasən müqayisə edir. Deyir ki, ayda mən bunu daha da yaxşı işləyə bilərdim. Ona görə ən çox sevdiyim rəsm yoxdur. Amma əgər sual kimi versəniz, məsələn bu rəsmimi daha çox bəyənirəm. Burada şəklini qoyarım. Çünki ən böyük, iri həcmdə işlədiyim ilk rəsmlərimdən biridir. Ona görə ilklər unudulmur. Amma yenə də dediyim kimi, o daha da yaxşı ola bilərdi. Əlbəttə ki, hər kəsin bir əziyyəti var. Əziyyəti qətiyyən pis demək olmaz. Onun üçün də icmaldan öz əl işlərinizi atıb mən də baxım. Üçüncü sualımız odur. Bacı yazıb. Sizdə bu həvəs necə yarandı? Mənə həvəs uşaq yaşımdan, yəni uşaq ikən çəkə bilmədiyim rəsmə əsasən həvəs yarandı ki, mən bunu etməliyəm. Yavaş-yavaş həqiqətən də alındı. Belə özünüzü kimi gözəl rəsmlər necə saata çəkirsiniz? Çox sağ ol. Deməli, necə saat çəkirim? Baxır rəsmə. Məsələn, mən qaralma eləyəndə, eskiz eləyəndə 10-15 dəqiqə, 20 dəqiqə çəkir. Amma portret olanda, sifariş olanda o 2 günümü, 3 günümü, bəlkə də bir həftəmi çəkir. O baxır da, insan ruh halından da çox şey asılıdır uşaqlar. Mən hər dəfə oturub şəkil çəkə bilmirəm. İşlərim olur, vaxtım olmur, vaxt bölgüsündə problem yaşayır. Daha da yazıb ki, bir də ki, mən sizə aylar öncə Feridə Özdeçin şəklini çəkmənizi demişdim. Dünən də manifest qrupunun şəklini çəkməniz üçün nə vaxt çəkə bilərsiniz? Birincisi, Feridə Özdeçin şəklini çəkmişəm. Artıq kanalın özündədir, baxa bilərsən. Manifestdə də artıq mən hissə görürsünüz də, YouTuberlər serisini xaricdəki, yəni türklərinkini də çəkməyə başlayıram. Yəni onu yavaş-yavaş eləyəcəm də. Çünki görürsünüz, hər dəfə video atmaq olmur. Çox da uşaqlar başa düşmək istəmir ki, mən filan yaşım var, müəyyən tələblər var. YouTube'da da davamlı formada video atıram. Onun üçün də məsuliyyətli işdir də hər iş. Yəni mən rəsmi görəndə, rəsm işləyəndə həmişə daha yaxşı olmalı, sonra onu göndərirəm. Bir də o vaxt bölgüsü deyirəm ki, magistra, dissertasiya deyilən bir məxluqat var. Çalışır, vuruşur, gündə gedib gəlirik, sifarişlər gəlir. Ona görə mən o dediyi kimi aylar öncə mənə çox yazılar yazır. Mən də Feridə Özdeçi çəkdim. Hələ Sıla Dündar da deyiblər, onun qardaşını da deyiblər. Çəkəcəm, hər birini mütləq çəkəcəm. Yəni narahat olmayın. Bir də ikinci bir dənə şərh yazıb. Şərhin davamı var. Deyir ki, hər kəsə cavab vermirsən məndən başqa. Elədir. Sual. Eləmə də belə bacı. Birincisi, bilmirəm neçə yaşım var. İnsanların vaxt məsələsi. Daha yenə vaxt məsələsinə toxunur. Hər kəsin cavab vermişəmsə, sən də mənfi bir şey yazmamısansa, deməli vaxtım yoxdur. Ola bilər ki, hə, indi görmüşəm, 100% cavab da vermiş olaram. Çünki yəni biz empatiyamız yoxdur mu deyim, başa düşmək istəmirik. O dəqiqə olmasını istəyir. Uşaqlar olmur bəzən. Vaxt, yavaş-yavaş. Necə ki, icmaldan atılan şəkilləri hissə çəkirəm. Mütləq orada atılan hər şey çəkiləcək. Qətiyyən narahat olmayın. Çünki mən söz vermişəmsə, bir müəllim olaraq o sözümdə duracam. Amma siz emin olsun, səndən əlavə bir neçə nəfər var axı orada. Aylarca gözləyib məndən şəkil gözləyənlər var, mənim müəyyən işlərim var. Başa düşmürlər, deyirlər, elə, olmaz axı belə. Yəni çalışın uşaqlar belə yazmayın. Amma əslində pis bir şey yazmayın. Sadəcə
fikrini bildirib elə başa düşüb ki, hamıya cavab yazmışam ondan başqa. Yox, məncə cavab yazmış olaram. 4-cü şərhimizə baxaq. Bu ixtisas özündə ən sevdiyim xüsusiyyət hansıdır? Ən sevdiyim xüsusiyyət zəhmət çəkmək. Əslində hər bir işdə zəhmət var. Sadəcə ki, zəhmət çəkib zehnindəki, fikrindəki olan bu ideyaları vərəq üzərində tökə bilməkdir. O tökə bilmək bacarığıdır, onu təsvir etmək bacarığıdır. Ən sevdiyim xüsusiyyət budur. Çünki rəssamlıq həm incəsənəti, həm ruhun, həm fizik, hər şeyin məncə toxunan bir şeydir. Gözəllik deməkdir mənim üçün. Onun üçün mən bu ixtisasla bağlı hər şeyi sevirəm. Təkcə sevmədiyim o cəhəti odur ki, qiymət cəhəti ki, insanlar qarşısında ya bu heç nə kimi qiymətləndirilir, avara qalmışsan və boş vaxtın çoxdur deyəsən, ona görə şəkil çəkirsən. Əgər insan bir şeyi sevirsə, gec-tez ona vaxt tapacaq. Mən bu sənəti sevirəm ki, buna o qədər işim belə olsa, mən gecə oturub bu şəklimi çəkib yekunlaşdırıram. Bu məsələ var uşaqlar. Rəsm çəkməyə necə başladınız? Dediyim kimi, bayağı bir sual verib. Birinci sualına baxaq, rəsm çəkməyə nə vaxtdan başladınız? Uşaq ikən, dediyim kimi, rəsmi pis olmuşdu, ona əsasən motivasiya. Həm də ailəmizdən də rəssamlıqda məşğul olan insanlar öyrənim. Dedim ki, ya mən də rəssamlığa getməliyəm də. Sonra isə ikinci sualına verib ki, ən sevdiyiniz rəssam kimdir? Səttar Bağuzadədir, Vəciyə Səmədovadır, heykəltaraşlar da var, çox sırf rəssamlardır. Heykəltaraşlar, məsələn, rəsmlər çox güclü olur, Cəlal Qarayağlı olsun. Yəni, çox var, çox, yəni həyatları o qədər dramatik olub. Yəni, mən Azərbaycandan götürdüm, belə xaricdən də Fridanı həqiqətən həyatları o qədər belə zülm içində olubdular ki, yəni, bu insanlar, məsələn, Van Goghun özü, fikirləşin, heç bir insan deməyib ki, sənin əl işlərin nə qədər qəşəngdir. O öldükdən sonra əl işləri məşğullaşır qardaşı tərəfindən. Yəni, həqiqətən insan baxdıqca heyfsilənir ki, yəni belə olmamalıydı. Belə əl işləri, belə sənət əsərləri çıxardan insanlar, onlar o hörmətə layiqdirlər, onlar o dəyəri görməli idilər. Öldükdən sonra o dəyəri bilinməsi nə yaxşı ki, hələ ki bilinib, amma yenə də o insan özü o sevinci, o xoşbəxtliyi yaşamalı idi, danışa bilmədim. Çünki bu həssas bir hissədir uşaqlar. Sonra deyir ki, ilk çəkdiyiniz rəsmi xatırlayırsınızmı? Əlbəttə ki, xatırlamıram. Çünki uşaqkən başlamışam. Əsasən bilirsiniz də, oğlanlar maşın çəkir, qızlar isə gül çiçək qız çəkməyə başlayır. Mən də o hərfə. Amma belə rəsmi olaraq, rəsmi deyəndə, yəni rəssamlıq kursuna başladığımda naturmort işləmişdim. Və sonuncu, yox, səncə, rəsm çəkmək üçün ən yaxşı vaxt haçandır? Hansıdır? Vaxt məsələsi uşaqlar, o sizin özünüzdən asılıdır. Əgər məcburi bir dərsdə tapşırılırsa, onu mütləq bir vaxt tapdıqca eləməlisiniz. Boş vaxt tapdın, at özünü, o tapşırığı elə. Ruh halın olsun, psixoloji cəhətdən adam narahat olur. Valla bir dənə xət çəkirəm, o qədər əsəbləşirəm, o xətti sildirəm. Yəni, psixoloji cəhətdən də çox önəmli. Özünü haçandır, rahat hiss etdin. Əgər hobbi kimi yanaşırsansa, özünü o mənfi enerjiyi rədd etmək üçün ya da rahat, xoşbəxt hiss etdiyində də çəkə bilərsən. Rəssamlıq hər hissdə və emosiyada çəkilən bir şeydir uşaqlar. Bəzi uşaqlar əsəbləşəndə, bəziləri tək qalanda, bəziləri çox xoşbəxt olanda, bəziləri isə heç nə hiss etməyəndə rəsm çəkirlər. Necə ki, o rəssamlar kimi dahi sənətkarlar bir acı, bir ağrı hiss etdikdə qaçıblar incəsənətə sığınıblar. Belə fikirləşin. Sonra isə xahiş edirəm, bu suallarıma cavab verəsiniz. Mənim üçün çox maraqlıdır. Sizin də həqiqətən suallarınız həqiqətən maraqlıdır. 6-cı şərhimizdə ilk dəfə nə çəkmisiniz və ilk rəsminizi sevirsinizmi? Mənə biraz ağlatmışdı o ilk rəssamlığa qərar verdiyim gün. Ağlamışdım da, çox pis eləmişdim özümə. Yəni, dedim, niyə belə oldu? Mən də çəkmişdim də, nə olardı ki, belə deməsəydi falan, belə hiss eləmişdim. Yəni, normal bir şeydir. Bəlkə olmasaydı, mən indi burada hal-hazırda qarşınızda olmazdım. Ona görə olmalıydı və oldu. Və deyirəm ki, nə yaxşı ki oldu. Nə çəkmişdim? O həmin travma deyil əslində. Biz naturmort işləmişdik, bəyənilməmişdik. Fikirləşin, vərəq bu boyda bir şeydir. Mən burada bir nöqtə boyda bir şey çəkmişdim. Avtomatik o tənqidə məruz qalacaq bir şeydir və oldu. Yaxşı ki oldu, elə la olmalıydı. Bəzən olmalıydı da, çox da uzatmağın bir mənası yoxdur. Deyir ki, 7-ci şərhimizdə də belədir. Rəsmimi sizə kim öyrətdi? Deməli, mənə kim öyrətdi? Adil müəllim, Adil Əsəddir. Yəni, həqiqətən ruhu ilə, incəsənəti, sevgi ilə. O deyirdi ki, hər dəfə deyir bizə dərsdə də, hal-hazırda da bizə dərs keçir. Deyir ki, bu sənət məni sevənə qədər ondan vaz keçmədim. Cümlənin xırdalığına baxın.
bu sənət məni sevənə qədər vaz keçməli. O məni nə qədər sevmədi, mən o qədər ondan yapışdım. Belə deyərdi. Çünki nə mənada deyir uşaqlar? Məsələn, sən şəkil çəkirsən. İcmalı atdın. Biri sənə mənfi yerə yazdı. Sənə bu təsir etmirsə və bilirsənsə, mən bunda daha da inkişaf edəcəm, daha da yaxşısını edəcəm. Avtomatik sən udmuş olursan. Yəni sənəti sevməyə çalışırsan. Yox, sənəti özünü sevdirməyə çalışırsan. Belə şeylər var. 8-ci şəhərimizdə deyir ki, bu həvəs hardan gəldi? O ağrılı gündən gəldi uşaqlar. Motivasiya oldum. Sənəti sevdiyimi öyrəndim və sənəti də mənə sevməyini öyrətdim. Belə deyək. Sonra isə rəsm çəkməyə necə başladınız? Dediyim kimi o hadisədən sonra, o hadisə hansı hadisə deyirsiniz? Rəssamlığa necə başladım videosuna görə bilərsiniz, bəlkə bu yanlara qoydum. O vaxt artıq mən qərar vermişdim ki, mən rəssam olacağam və rəhmətlik əmmimin yolunun davamçısı olacağam. Mən bu yol gedəcəm. O bayrağı alıb öz izimi qoyacağam. Bu dünyaya var olduğum andan bir iz qoyub, Zahid və Tərəvət belə idi, belə bir insan idi, belə bir əzişləri var, belə bir tələbələri olub. Bir markalaşdırmaya çalışdım. Hədəfimiz oldu, dünyada tanınma. İnşallah bir gün olacaq. Rəsm çəkməyə necə başladınız? Neçə yaşda başlamışsınız? Uşaqlar biraz qəribə yazır. Başladığınız rəsm həvəsiniz uşaqlıqdan var idi. Bəli, rəsm həvəsim uşaqlıqdan var idi. Uşaqlıqdan yarışırdı uşaqlarla. Belə mən çəkirəm, belə yerim. O yavaş-yavaş yaş məsələsi desək, rəsmi olaraq kursa getməm. Artıq mən öncə hədəf qoymuşam. Kursa da gedirəm. Təqribən 10-15 yaşlarında. 10-15 deməyim, 15 yaşlarında, 9-cu sinifdir. O vaxtı başladım. Yəni peşman da deyirəm, nə yaxşı ki başladım, nə yaxşı ki bu yoldayım və nə yaxşı ki sizlənirəm. 11-ci şərhimiz bayağı bir şərh, 19 dənə şərh yazmışdı. 11-ci şərhdə deyir ki, ixtisas balı nə qədər idi? Və bir də Admino Universitetində təhsil almışsınız. Yox, mən Lənkəran Dövlət Universitetində təhsil almışam. Birinci Naxçıvan Müəllimlər İnstitutu, sonra Lənkəran Dövlət və hal-hazırda da Lənkəran Dövlətdə magistr 2-yə. İş arzusunda olanları qismən. Adminoda tanışlarım var, dostlarım var. Onlar həqiqətən incə sənətləri olsun, əl işləri olsun, çox qəşəngdir həqiqətən. İxtisas balım nə qədərdir? Mən 2019-un məzunuyam uşaqlar. 2020-də pandemiya məsələsi. Ballar bir dəfə tavan qalxdı. Səbəbi də qabiliyyət imtahanlarının ləğv olması. Amma bunu deyim ki, mən 2 dəfə iştirak etmişəm. Birinci ilimdə düzgün, yəni 2019-da bitirdim. Düzgün kodlaşdırma edə bilmədiyimə görə mən qaldım çöldə. Halbuki çox çalışqan idim. Həqiqətən sözün əsl mənasında olmadı. Qismət olmadı. Və əlbəttə ki, biz vaz keçdikmi? Yox, keçmədik. 2020-də isə pandemiya düşdü. Dedim, bəsdir də, yəni girməliyəm də mən bu universitetə. Özü Adranı çox istəyirdim. Olmadı da, yəni Adra. İnşallah bir müəllim kimi orada, bir alim kimi, bir rəssam kimi orada fəaliyyət göstərirəm. Və ixtisas balımda 114-120 bal arası idi. Yəni o vaxtı da mən ödənişsiz Naxçıvanda oxudum. Sonra perevod elədim Lənkəran Dövlət, ona görə ödənişli oxudum. Deməyin, ödənişli söhbəti. Uşaqlar, təhsilə verilən hər bir məbləğ, yəni itirilən bir məbləğ deyil. Baxırdı indi hansı uşağa. Uşaq əgər bu sənəti sevmirsə, bu sənətə sadəcə diplom gözü ilə baxırsa, bizneslə məşğul olarsa, okey, ona bir sözüm yoxdur. Amma bu diplomu hardasa dəyərləndirə biləcək bir potensialı yoxdursa, məncə həqiqətən israfdır, o pul mənasında. Amma həqiqətən bir sənətə verilən bir işə özünüzə yatırım edin. Tüklər demişkən, özünüzün üzərində işləyin və o özünüzə işlədiyiniz, pul söhbəti demirəm, özünə get botoks elə, burnu düzəltməyə də sözüm yoxdur. Yəni özünə xarici görünüşdən ziyadə özünün daxilində, öz bacarıqlarını, öz fərd bacarıqlarını, özünü inkişaf edib, özünün qabağa çıxartmayla söhbət gedir. Onda varsa, hə, problemdir. Özünüzü inkişaf elətdirin. Bizə universitet hər şey öyrədirsə, əsas şeyi öyrətmir, pul qazanmağın yolları. Bunu özünüzü inkişaf elətdirməyi bacarın. Və hərəkət edin ki, siz bu sənətdə sadəcə bilin ki, hər kəs o diplomu alır, sadəcə sənin bir fərqin olmalıdır. Onu mütləq eləməlisiniz. Hansı sualda qalmışdıq? Qabiliyyətə pul vermişəm. Mən qabiliyyətə pul verməmişəm. 2019-da dediyim kimi 9 və 10 almışdım dizayn ixtisasından. 9 və 10. Yəni zaten səhifəmə girib baxanda görürsünüz bu insanın talantı var, istedadı var. Mən qəti surətdə pul da verməmişəm. Pul verəni eşitmişəm. Tələbəm deməyim də, Instagramda mən izləyən bir takipçiyəm. İmtahan qabağına yazışmışdıq, məsləhətlər vermişdim. Özünə də müəyyən videoları yönləndirmişdim. Qabiliyyət imtahanına getmişdim və demişdi ki, müəllimə, biri
pul söhbəti oldu, oturdu, gözlədi, işi hazır idi yəni. Mən də əsəbindən çıxdım, getdim. Belə şeylər olub, nə yalan deyim. Bunu bilin ki, onun əvvəli axırı olmayacaq. Hə, imtahanı keçdin, imtahan pul verdin, keçdin. Sən daxil olduğun universitetdə qabiliyyət imtahanları verəcəksən. Və dedim, onu da pulla verdin, keçdin. Bir işi də pulla verib getsən, sən bu sənətdən nə qazandın? Sən ancaq vermirsən də, yəni. Düzgün deyil uşaqlar. Özünüzdə nəsə bir vicdan yaxşı şeydir ilk növbədə. Zaten hazır verilən bir şey, zaten o da gedəcək əldən. Heç bir dəyəri və qiyməti olmayacaq. 13-cü sual. Neçə yaşında rəsm çəkməyə başladınız? 4-cü sinifdən qərar verdim ki, rəssam olacağam. 9-cu sinifdə artıq rəssamlığa getməyə başladım. Sonra isə 11-ci sinif imtahanında neçə bal yığdınız dedim. Deməli, 2019'daki balım yadımda deyil, yalan deyərəm. Amma ikincidə 114-120 bal arasıydı. Özü bizim vaxtı qabiliyyət imtahanları olmuşdu, təkrar deməyim. O balla Naxçıvanda düşdüm. Sonra Lənkəran dövlətdə perevod oldum və hal-hazırda da Lənkəran dövlətdə oxuyuram. Niyə rəsmə marağınız oldu? Adım göstərsin. Hamınızın adı göstərəcək, narahat olmayın. Dediyim kimi də, mənə dedilər eləyə bilməzsə, mən dedim eləyə bilərəm. 7 bal keçmək olur, əlbəttə ki olur. İxtisaslı bəzən adraya verəndə 6 alanda da kəsilirlər uşaqlar. Çalışın 7 alın. Və adradan əlavə başqa yerə versəniz, məsələn Lənkəran dövlətin özündə 6 alsanız yenə keçirsiniz. Amma 7 akademiyaya yox, 7 deyirəm. 6 olmaz. 7 alsan, okey, keçəcəksən. Hansı universitetdə oxursunuz? Lənkəran dövlət. Dedim, yenə deyir adım göstərsin. Hamınızın adı göstərilir. Şəkildə baxıb tonlama edə bilmirəm, amma baxıb da tonlayanda açıq görünür. Niyə? Səbəbi nədir deyir? Yəni bunun səbəbi ilk növbədə hansı karandaş nömrəsində istifadə etmirsən. HB-dən istifadə edirsənsə, tonlamanı eləyə bilmirsənsə, sən B və B2 karandaşlarında istifadə etməlisən. Ən böyük tövsiyəm oldu. Hansı məktəbdə dərs keçirsiniz? Uşaqlar, mən 2020-də qəbul oldum, 2024-də məzun oldum, birbaşa magistr imtahanı verdim, fevral ayında qəbul da oldum. Ona görə MİQ-ə hazırlaşmıyorum. Çünki mən həmin 2024-də bir dənə qalmış başıma daş düşsün. Yəni daş düşmədi, sadəcə psixoloji cəhətdən o deyildi. Mən hazırlaşa bilməzdim. Hazırlaşmadım, dedim istirahət edim, özümə gəlim. Amma indiki ağlım olsaydı hazırlaşardım. Bəlkə də yenə hazırlaşmazdım. Yox, hazırlaşsaydım bəlkə də kursda fəaliyyət göstərməzdim. Mən kursda da təqribən 1 ilə yaxın işlədim. Həqiqətən orada tələbələrim olsun, bir aya tələbə hazırlaşdım. O getdi qabiliyyətdən keçdi. Yəni həqiqətən mənim üçün böyük bir uğur idi. Uşaqları tanıdım yaxından, dərs videoları bölüşdüm. Yəni mənim üçün böyük bir təcrübə idi. Amma əlbəttə ki, magistr bitirdikdən sonra universitetdə fəaliyyət göstərmək istəyirəm. Plus məktəbdə də. Çünki uşaq yaşda bu rəssamlığı aşılamaq lazımdır. Və əksər müəllimlər tənqid üçün demirəm, rəsm çəkə bilmir və öyrədə bilmir. Və ümumiyyətlə özü də bilmir. Mən tənqid üçün bunu demirəm amma qəti surətdə. Hər kəsin öz bacarığı var, öz istedadı var. Sadəcə mən orada işləməliyəm. Özümü bu şey kimi görürəm də, etməliyəm. Bir də ikinci məsələyə toxunaq ki, bir dənə sual yaranır. Uşağa 11-ci sinifdə məzun olduqda avtomatik qabiliyyət imtahanı tələb edir. Və bu uşaq təsvirin sənət dərsi 1-ci sinifdən 9-cu sinifə keçir. Və bu keçdiyi dərslərdən antik başda ya çəkir, ya da çəkmir. Amma 11-ci sinifdə əlavə bir hazırlığa getməlidir. 2 il pul tökməlidir. Sonra gedib qabiliyyət imtahanı verməlidir. Ya kəsdilər, ya keçər. Ona görə məncə bu məktəbdən önəmlidir. Təhsilin özündə olmalıdır ki, bu uşaq özünü hazırlamalıdır. İşləməyi bacarmalıdır. Okey, elə müəllimlər var, qəşəng metodlarla öyrədirlər, əla süper. Amma sayı az. O adamı yandıran odur. Eləməyin belə. Yaxşı olar inşallah. Çalışar, vuruşar, bu sənəti sevək və irəliləməyə davam edək. Digər videolarımızda görüşənədək hələlik.